Salam əziz abituriyentlər. Bugün mən sizə yer qabığında baş verən hadisələr haqqında qısa informasiyalar verəcəyəm. Yer qabığında baş verən hadisələr tektonik hərəkətlər adlanır. Endogen qüvvələr yaradır bunları və yer qabığında baş verən mühüm hadisələrdən biri, ən mühüm hadisələrdən biri vulkanlardır. Endogen qüvvələrin təsiri altında yaranan digər zəlzələlərdir və nəhayət bunların ikisi də fəlakətli təbiət hadisələri sayılırlar və tektonik hərəkətlər bilirsiniz çoxu fəlakətlər yaradırlar, amma tektonik hərəkətlərin, yəni vulkan, zəlzələlər, təbii fəlakətlər yaratdığı halda onlarda baş verən çox əhəmiyyətli hadisələrdən biri də geyzerlərdir. Vulkan konus şəklində təpədir və nədən əmələ gəlir? Endogen qüvvələrin təsiri altında əmələ gələn konus şəklində təpələrdir və vulkanın elementləri hansılardır? Ocaq, magma ocağı, vulkan kanalı ilə, yəni vulkan boğazda deyə bilirik. Magma bu kanalla yer səthinə doğru irəliləyir və boğaz da kraterlərlə tamamlanır. Kraterdə konusun təpəsində əmələ gələn çökəklikdir. Kraterində iki növü var. Kaldera, onun diametri 1,5 kilometrdən çox olur və kraterin kiçik növü olan mardır. Marın da diametri 100 metrə çatır, 100-200 metrə çata bilir. Və belə deyək, magma daxildə, yəni vulkan boğazı ilə çıxan o kütlə magma adlanır daxildə. O çölə çıxdıqdan sonra axan kütlə isə lava adlanır. Beləliklə, həmin, belə deyək, vulkanın daxilində soyumuş maqmatik suxurları əmələ gətirir. Maqmatik suxurlar qeyd etmişdik ki, iki yerə bölünür. İntruziv suxurlar, yəni daxildə soyuyanlar və çölə lava şəklində axanlar soyuduqdan sonra effuziv suxurlara çevrilirlər. Onların fərqli xüsusiyyətləri nədir? Maqmatik suxurların daxildə soyuyanlar tədricən soyuduqları üçün ağır olur, su keçirtməyən olur və bərk olurlar. Qranit kimi, qabro kimi, sonra filiz faydalı qazıntıları kimi suxurlar nədir? Maqmatik suxurlardır. Səbəbində içəridə, daxildə onların necə soyunmaları tədricən soyunmalarıdır. Çölə çıxan effuziya püskürmə deməkdir, çölə atılmaq deməkdir və effuziv suxurlar isə nisbətən fərqli olurlar, yumşaq olurlar, su keçirdən olurlar və deməli yüngül olurlar. Onun da səbəbini belə qeyd edirsiniz ki, əziz uşaqlar, tədricən soyduqları üçün bu formanı alırlar. Vulkan külü, vulkan şüşəsi, pemza, bazalt kimi suxurları biz bunlara aid edə bilərik. Vulkanların elementlərini tanış olduqdan sonra onları iki xüsusiyyətinə görə təsnif edirik. Yəni, vulkanlar fəaliyyətinə görə bölünürlər sönmüş vulkanlara, bir də fəaliyyətdə olan vulkanlara. Sönmüş vulkanlar adından görünür. Yəni, nə üçün onlara sönmüş vulkanlar deyilir? Çünki hafizələrdən unudulmuş vulkanlar artıq onların püskürməsi haqqında heç bir mənbə olmayan vulkanlar sayılırlar. Bəs necə bilirlər ki, orada vulkan baş vermişdir? Orada onun sönmüş vulkanın çöküntüləri, yəni effuziv suxurlar varsa həmin ərazilərdə güman olunur ki, haçaqsa burada vulkanlar püskürmüşdür.
Keçdik. Fəaliyyətdə olan vulkanlar isə adından göründüyü kimi deməli hələ də püskürməkdə davam edirlər bu vulkanlar və yer kürəsində ən çox belə vulkanlar Sakit Okean odlu qövsündə qeyd etmək olar ki, daha çoxdur. Yəni belə vulkanlar və bu vulkanların demək olar ki, yer kürəsində olan 600-dən çox vulkanlar vardır ki, onların 400-ü fəaliyyətdə olan vulkanlar hesab olunurlar. Vulkanların üçüncü, yəni belə bir xüsusiyyəti var ki, püskürdüyü məhsula görə onlar bölünürlər 3 yerə. Birinci, Havay tipli vulkanlar və Havay tipli vulkanlar. Biz onlara qalxanvari vulkanlar da deyirik. İkinci isə Stratov tipli vulkanlardır. Stratov tipli vulkanlar və yaxud da deməli materik qabığında baş verən vulkanlar, biz onlara əsasi tərkibli, Stratov tipli vulkanlar kimi materik qabığında baş verən, gördünüz, 3 cür biz onu adına dedik. Birinci, materik qabığında baş verən, yəni qranit tərkibli. İkinci, əsasi tərkibli. Üçüncü, Stratov tipli vulkanlar kimi biz onların adlarını çəkə bilərik. Nəhayət, ikinci, Havay tipli vulkanlardır. Biz onlara qalxanvari vulkanlar da deyirik. Qalxanvari vulkanlar və yaxud Havay tipli vulkanlar. Bir də onlara başqa cür bu şəkildə nədir? Sıyıq tərkibli vulkanlar deyirlər. Baxın, qalxanvari vulkanlar, Havay tipli vulkanların püskürdüyü məhsul sıyıq şəklində olur və onlar püskürürlər deməli bazalt, andezit, bazalt, bir də peridolit püskürürlər və onlar sıyıq magma püskürdükləri üçün onların hündürlükləri az olur, amma bax konusun diametri böyük olur. Hündürlükləri də kiçik olur. Yəni qalxanvari vulkanlar. Amma digər Stratov tipli vulkanların hündürlükləri böyük olur. Konusun diametri kiçik olur və qalxanvari vulkanlar belə deyək, təzyiqlə sıyıq şəkildə püskürdükləri üçün onlarda partlayışlar olmur. Amma Stratov tipli vulkanlarda isə qatı magma püskürdükləri üçün, yəni qatı magma püskürdükləri üçün kanalda tıxac yaradırlar və onlar böyük təzyiqlə yer səthinə çıxdığı üçün partlayışlarla müşahidə etmək olar onları və həmin partlayışlar vaxtı onlar ətrafa daş parçaları deməli ətrafa səpər edirlər. Deməli bir sözlə deməli qalxanvari vulkanlar partlayışsız olur. Onların hündürlükləri kiçik olur və nədir? Konusun diametri böyük olur. Amma digər Stratov tipli vulkanlar isə əksinə hündür olurlar, konusun diametri kiçik olur və partlayışlarla müşahidə olunurlar. Onlarda əlavə kraterlər də yaranır. Çünki püskürdüyü məhsul qatı olur. Və biz Havay tipli vulkanlara, Havay adalarında rast gəldiyimiz üçün daha çox onlara Havay tipli vulkanlar deyilir. Məsələn, Mauna Loa, Mauna Kea, Kilauea kimi vulkanlar, Havay tipli vulkanlar, bir də İslandiya adasındakı Hekla vulkanını misal göstərmək olar və bunlar yadımızda saxlayaq ki, deməli, okean qabığında baş verirlər və püskürdüyü məhsulların arasında qranit heç vaxt olmur. Nəyə görə? Həmin qabıqda qranit olmadığına görə. Qaldı o birisi digər Stratov tipli vulkanlar isə püskürdüyü məhsullar içərisində qranit kimi, liparit, datsit kimi məhsullar püskürürlər. Deməli və
yer qabığında ən çox belə vulkanlar materik səthində olan vulkanlardır. Dünyada ən dəhşətli vulkan deməli burada, yəni Zond adalarında Krakatau vulkanı olmuşdur. Onun hündürlüyü kiçik olsa da 816 metr hündürlüyündə olsa da, amma onun dəhşətli səsini Yaponlar hətta belə eşitmişdilər. Deməli, vulkanlar deməli Ant dağlarında və Şimali Amerikada da bu cür deməli strato tipli vulkanlar daha çoxdur. Yəni materik səthində olan vulkanlar strato tipli vulkanlardır. Yalnız Havay adalarında, Sakit Okeanı Havay adalarında olan o 3 dənə vulkan Mauna Kea, Mauna Loa və Kilauea vulkanları, bir də İslandiya adasında Hekla vulkanı misal göstərmək olar. Biz təkrar etdik və nəhayət vulkanlar zamanı çox əhəmiyyətli hadisələrdən biri də geyzerlərdir. Geyzerlər bax bu şəkildə göründüyü kimi təzyiqlə yer səthinə fəvvarələr şəklində və temperaturla yer səthinə çıxan isti sulardır. Və bunların çox böyük əhəmiyyətləri var. Demək, İslandiya geyzer ölkəsi kimi hesab olunur. Yeni Zelandiyada, Amerika Birləşmiş Ştatlarında, İtaliyada, Rusiyanın Kamçatkasında bu cür geyzerlər çoxdur. Şitiliklərin yaradılmasında, enerji alınmasında, ondan sonra deməli evlərin isidilməsində geyzerlərin çox böyük əhəmiyyəti vardır. Geyzerlərin çıxdığı, yaratdığı çökəklik qrifon adlanır. Onlardan çıxan və əmələ gətirdiyi suxurlar isə deməli geyzerit kimi o terminlərin içərisində yadımızda saxlayaq. Və bir də qeyd edək ki, biz bayaq qeyd elədik ki, vulkanlar püskürdüyü məhsullara görə 3 yerə bölünürlər. Bir digəri də palçıq vulkanlarıdır. Palçıq vulkanları demək olar ki, tektonik proseslərlə bir o qədər də əlaqəsi yoxdur. Onlar ancaq neft-qaz olan sahələrdə formalaşırlar. Ona görə də biz onlara yalançı pseudo vulkanları deyirik. Palçıq vulkanlarının tektonik vulkanlardan fərqi odur ki, onların hündürlükləri az olur. Ən hündür vulkan palçıq vulkan deyirik. O bizim Azərbaycanımızda Qobustanda Torağay vulkanıdır ki, onun hündürlüyü 400 metrdən biraz, yəni 400 metrə qədər çatır. 402 də deyirlər, 400 metr də demək olar. Yəni onun hündürlüyü budur. Yəni dünyada belə götürəndə bundan hündür palçıq vulkanı hələ deməli qeyd olunmayıb. Amma respublikamızda palçıq vulkanların sayına görə 300 belə palçıq vulkanı vardır. Və Abşeron, Qobustan, Cənubi-Şərqi Şirvan, haradakı neft ehtiyatları var, həmin ərazilərdə bu cür palçıq vulkanları vardır. Deməli, Keyrəki, Qalmaz, ondan sonra Lökbatan, Axtarma Paşalı kimi palçıq vulkanlarının adını çəkmək olar. Deməli, və digər tektonik hadisələrdən biri də deməli, zəlzələlərdir. Zəlzələnin elementlərinə baxaq. Zəlzələnin elementləri, zəlzələ yer qabının ani vaxt ərzində titrəməsi prosesinə deyilir. Və zəlzələnin baş verdiyi hipocentr, zəlzələ mərkəzi, zəlzələ ocağı adlanır və onun yer səthindəki deməli perpendikulyar, onun proyeksiyası, yer səthinə olan proyeksiyası isə epicentr adlanır. Bu zəlzələ ocağı, bu isə zəlzələ mərkəzi hesab olunur. Zəlzələ deməli ocağı hipocentr və epicentr. Deməli, nə qədər ki, bu hipocentr ilə epicentr arasındakı məsafə azdırsa, deməli, zəlzələnin gücü bir o qədər güclü olur. Amma onun əhatə etdiyi ətraf isə kiçik olur. Amma hipocentr ilə epicentr arasındakı məsafə nə qədər böyük olursa, zəlzələnin gücü, dağıntılar nisbətən az olur, amma onun əhatə etdiyi ətraf isə daha böyük olur. Yəqin ki,
Zəlzələlər deməli harda baş verir? Yer qabığının baxın hərəkətli sahələrində tavaların toqquşma və aralanma zonaları. Bax bu sərhədlər tektonik hadisələrin baş verdiyi ərazilər, yəni ki, bax bu sərhədlərdir. Uzaqlaşma və yaxınlaşma sərhədlərində baş verir bu zəlzələlər. Amma platformalarda demək olar ki, zəlzələlər demək olar ki, qeydə alınsa da çox zəif. Məsələn üçün biz Avstraliyada deyirik yeganə materikdir ki, burada tektonik proseslər baş vermir. Amma burada da zəlzələlərin deməli 1-3 balda qeyd olunması müşahidə olunur. Çünki bu yaxın ərazilərdə hərəkətlər baş verəndə istər-istəməz bunu tərpədir. Amma o qədər cüzi olur ki, onlar artıq yəni ki, hiss olunmayacaq dərəcədədir. Deməli, zəlzələlər dərinliklərinə görə də təsnif olunur. Səth zəlzələləri, normal zəlzələlər, dərinlik və dibyanı zəlzələlər kimi qruplaşdırılır və nəhayət zəlzələlərin gücünə görə də onları 4 qrupa bölmək olur. Zəif zəlzələlər 1-4 bal, 5-7 bal artıq güclü, deməli 8-10 ballıq dağıdıcı və nəhayət və biz burada bunları bax bu zəlzələlərin gücünə görə biz onları 12 ballıq nədir şkala ilə, Richter şkalası ilə ölçülür və baxın 1-2 balda hiss olunmayacaq dərəcədir. Richter şkalası ilə təyin olunur və 3-4 bal gücündə görürsünüz bir balaca artıq çay dağılır burada. Kitabdan rəflər, kitablar rəfdən düşə bilir, yəni nəsə bir qırılan bir şeylər baş verir. Artıq 6-7 balda çatlar, evdə çatlar baş verir. 8 balda, baxın 9 balda artıq nələr baş verir. 12 balda isə yerlə yeksan olunur. Baxın burada, bu ərazilərdə də biz bunu qeyd edə bilərik. Zəlzələləri əmələ gətirən mənşəyinə görə onları bölürlər 2 yerə. Tektonik vulkanlar, yəni tavaların hərəkəti zamanı da baş verir zəlzələlər və nəhayət bir də vulkan püskürmələri vaxtı da zəlzələlər əmələ gəlir, baş verir. Belə və zəlzələ baş verən ölkələr elə yenə də biz qeyd eləyək hansı ərazilərdə olacaq? İtaliya ola bilər, Yunanistan ola bilər, Azərbaycanımız ola bilər. Yəqin ki, bunlara İndoneziya ölkəsi, Filippin, Yaponiya, Yeni Zelandiya kimi, Peru, Çili, bu and ölkələri və Amerika Birləşmiş Ştatlarının qərb hissələri, yəni ki, belə bir zəlzələlərə məruz qala bilər. Hansı ki, bu tavaların sərhədləridir. Əziz uşaqlar, bu qədər və bir də bir şeyi qeyd etmək istəyirəm ki, bütün bu hadisələr kataklizm hadisələri kimi termin kimi yadımızda saxlayaq. Vulkanlarla, yəni tektonik hadisələrin baş verməsi kataklizm hadisələri kimi qeyd olunur. Bəs vulkanların belə deyək də əhəmiyyəti, zəlzələlərin əhəmiyyəti, o əhəmiyyəti də, yəni bunların əhəmiyyətini də qeyd etmək olar. Vulkanlar baş verən yerlərdə istər-istəməz yerin daxilindən çıxan o maqmatik suxuların tərkibində bizim üçün faydalı qazıntılar var. Onlar torpaqlı minerallarla zənginləşdirir. Biz onu bu qəbildən əhəmiyyətli hesab edək və bəs zəlzələlərin çox maraqlıdır. Əhəmiyyəti nə ola bilər? Əhəmiyyəti o ola bilər ki, tikinti inşaatı, yəni ki, güclənməsinə, daha yeni proyektlərin verilməsində, yəni bax bu cür dağıntılar baş verməsin deyənə tikinti işlərini, binaların konstruksiyasının daha təkmilləşdirmək deməli öhdəliklərini götürməlidirlər ki, nəticədə bax belə bir hadisələr baş verməsin. Yəqin ki, uşaqlar Yaponiyada
gün ərzində nə qədər təkanlar baş verir, amma artıq insanlar o təkanlara alışıblar və bu təkanlar onlar üçün heç də qorxulu deyil. Çünki onların tikdiyi binalar, evlər nəyə dözümlüdür? Zəlzələlərə dözümlüdür. Çox sağ olun, var olasınız.